ARB 24-ün efirində xəbər vaxtıdır. Studiyada Günel Mənsumovadır. Hər vaxtınız xeyir. Bu saatın əsas xəbərlərindən keçək. 44 günlük vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqlar bir daha göstərdi ki, illərlə vasitəçilik adı altında fəaliyyət göstərən dairələrin əsas məqsədi problemi həll etmək deyil, münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq olub. Bugün sülh gündəliyinin əsas təşəbbüskarı da məhz Azərbaycandır. Regionda sabitliyin təmin olunması üçün konkret təkliflərlə çıxış edən Bakı eyni zamanda öz təhlükəsizliyinə yönələn istənilən təhdidə qarşı qabaqlayıcı addımlar atmağa hazır olduğunu açıq şəkildə bəyan edir. Uzun illər ərzində ATƏT-in Minsk qrupu işğal faktını aradan qaldırmaq əvəzinə vəziyyətin sanki dondurulmasına xidmət etdi. BMT Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində qaldı. Azərbaycanın şəhərləri dağıdıldı, məscidlər təhqir olundu, tarixi irs məhv edildi. Amma beynəlxalq həmsədrlər bütün bunlara səssiz qaldı. Hətta elə bir vəziyyət yaranmışdı ki, Azərbaycanın suveren əraziləri ilə bağlı qondarma və təhrif edici terminlər dövrəyə buraxıldı. Prezident İlham Əliyevin keçmiş Minsk qrupunun nümayəndələri ilə görüşdə səsləndirdiyi "Mən onları dəvət etməmişdim, amma gəlmək istədiklərini deyəndə etiraz etmədim" fikri də artıq bu qurumun formal və mənasız xarakter aldığını açıq şəkildə göstərirdi. Bugün artıq Minsk qrupu tarixə uğursuz vasitəçilik, ikili standartlar və siyasi riyakarlığın nümunəsi kimi düşüb. Azərbaycanın hərbi siyasi qələbəsi ilə bu mexanizm faktiki olaraq siyasi səhnədən silindi. Və biz Minsk qrupunun həmsədrlərinin BMT-nin qəbul etdiyi qətnamələri həyata keçirmədiklərini gördük. Minsk qrupunun həmsədrlərinin zaman-zaman bölgə səfərlər etsələr də bir addım olsun münaqişənin həllində irəliləyişin olmadığını gördük və nəhayət Azərbaycan öz silahlı qüvvələri ilə münaqişəni həll etdi, ədalətli həll etdi. İşğal olmuş torpaqlar erməni faşizmindən azad edildi. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi Ermənistan uzun illər öz siyasətini müstəqil şəkildə müəyyənləşdirə bilməyən dövlət görüntüsü sərgiləyib. Dünən başqa güclərin təsiri altında hərəkət edən İrəvan bugün yeni himayədarlar axtarışındadır. Xüsusilə Fransanın Cənubi Qafqazda artan fəallığı regionda neo-müstəmləkəçilik siyasətinin yeni formasını xatırladır. Ermənistan isə bu siyasətdə alətə çevrilməkdədir. Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi mesajlar da məhz bu dairələrə ünvanlanmış açıq xəbərdarlıq idi. Fransa rəhbərliyinin regionda geosiyasi maraqlar naminə bir tərəfli yanaşması, Ermənistanı silahlandırması və revanşist qüvvələri ruhlandırması bölgədə sülhə xidmət etmir. Buna baxmayaraq, bugün Cənubi Qafqazın siyasi xəritəsini formalaşdıran əsas güc Azərbaycan və Türkiyənin nümayiş etdirdiyi qətiyyətli mövqedir. Prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın ortaya qoyduğu iradə regionda yeni təhlükəsizlik arxitekturasını müəyyənləşdirir. Minsk qrubunun hiçbir başarı gösteremediği ortadadır. 2020 yılında 2. Karabağ Savaşı ile Azerbaycan topraklarını Ermenistan'dan azat etmesiyle beraber 2025 yılında Minsk grubu kendisini feshetti ve Türkiye ile Azerbaycan bölgesel güç olma yolunda önemli hamleleri birlikte yürütmektedirler. Türk Devletleri Teşkilatı'nın önemli iki lokomotifi Türkiye ve Azerbaycan, Türk dünyası ile birlikte Türk Devletleri Teşkilatı Karabağ ve Türkistan coğrafyasında yeni dünya sisteminde önemli mərhələlər kat etmeye devam etmektedir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən geniş miqyaslı bərpa quruculuq işləri dünyanın ən böyük yenidən qurma layihələrindən biri hesab olunur. Dağıdılmış şəhərlər yenidən qurulur, yollar, tunellər, hava limanları, məktəblər və yaşayış məntəqələri inşa edilir. Dövlət başçısının bölgəyə hər səfəri zamanı sakinlərlə, şəhid ailələri ilə apardığı səmimi söhbətlər göstərir ki, böyük qayıdış artıq reallığa çevrilir. Həmçinin Azərbaycan yalnız regionun deyil, dünyanın diqqət mərkəzində olan beynəlxalq tədbirlərə də uğurla ev sahibliyi edir. Dünya Şəhər Salma Forumunun bu fon üçün Bakıda keçirilməsi üçün aparılan hazırlıqlar ölkənin artan beynəlxalq nüfuzunun göstəricisidir.